Bismillahirrahmanirrahim və bihi nəstəyin. Xoş gördük sizi dəyərli tamaşaçılar. Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun. Bir daha Fatimiyyə günlərində sizin xidmətinizdəyik və inşallah ki, keçən dəfəki mövzumuzu davam etdirəcəyik. Və sizə inşallah ki, gələcək günlərdə də fərqli, amma sırf Fatimiyyə ilə bağlı bəzi nöqtələri, dəyərli nöqtələri çatdıracaq ki, inşallah ki, bizi izləməyə davam edin. Və bu qısa zaman müddətində çalışırıq ki, tarixdən və yaxud mənəvi hansısa proqramlardan sizi xəbərdar edək ki, inşallah siz də bu günlərdə istifadə edin və bizi də xeyir dualarınızda unutmayın. Həzrət xanım Fatimiyyə Zəhranın şəhadəti günlərində biz ötən dəfə hansı işləri görə bilərik, onlardan danışdıq və onları qeyd etdik. Bu dəfə istəyirəm xüsusi bir nöqtəyə diqqətinizi cəlb edim. Xanım Fatimiyyə Zəhranın bu günlərində məhz biz imamətlə, vilayətlə münasibətimizi daha möhkəm etməyə çalışmalıyıq. Çünki xanımın xüsusilə mübarizə apardığı və yolunda çalışdığı əsas nöqtə və çatdırmağa çalışdığı əsas nöqtələrdən biri məhz imamət və vilayət bəhsi idi. Yəni onu incidən və əziyyət edən, əgər o Beytül Əhsanı tikdirmişdisə özü üçün, yəni qəmlər evini özü üçün ağlamağa tikdirmişdisə, bu hədəfsiz və boş ağlamaq deyil idi. Bu insanlara mesaj çatdıran siyasi bir ağlamaq idi, ictimai bir ağlamaq idi. Və bu ağlamaq bizə o mesajı çatdırırdı ki, Peyğəmbər başını yerə qoyub dünyadan köçməmiş, Peyğəmbərin vəsiyyəti unuduldu. Necə unudula bilərdi? Və Peyğəmbərin bizə sifariş etdiyi ən əsaslı şeylərdən biri məhz vilayət bəhsi idi. Peyğəmbərin vəsiyyətindən ən əsaslı şeylərdən biri vilayət bəhsi idi. Yəni Əli əleyhissalamın imaməti. Qədruxum hadisəsindən hələ çox ötməmişdi. Peyğəmbər təzə dünyasını dəyişmişdi ki, onlar sırf Peyğəmbərin vəsiyyətini unutdular, ayaq altında qoydular və insanları da vadar etdilər ki, onlara itaət etsin və onların vilayətini qəbul etsin. Məhz xanım Fatimiyyə Zəhra da öz ağlamağı ilə, öz rəftarları ilə, öz davranışları ilə, hətta öz övladlarını belə bu işdə şərik edərək qədəm-qədəm irəliləyirdi, hər bacardığı işi görürdü. Və hətta onun tərbiyəsi sırasında deyərdim ki, siyasi bir tərbiyə də var idi. Yəni, o insanların qapısını döyüb, insanları Peyğəmbərin vəsiyyətini xatırladanda təkcə getmirdi. İki övladı İmam Həsənlə İmam Hüseynin əlindən tutaraq qapı-qapı gəzirdi, İmam Əlinin vilayətini çatdırırdı. Burada təkcə ər-arvad bəhsi deyil, həyat yoldaşı bəhsi deyil. Xanımı incidən ən əsas nöqtə bu idi ki, imamət tapdaq altında qalmışdı. Onun imamının haqqını tanımırdılar və Peyğəmbərin vəsiyyətinə əməl olunmurdu. Biz ötən dəfə qeyd etdik ki, bu günlərdə hansı şeylərə vaxt ayırmalıyıq, hansı işləri görməliyik. Bu günlərdə mən deyərdim ki, zamanımızın imamına daha çox diqqət yetirməyə çalışmalıyıq. Nəyə görə? Çünki zamanının imamını unudan şəxslər xanıma cəsarət etdilər və xanımın şəhadətinə səbəb oldular. Bu unutqanlıq, bu qəflət çox qorxulu bir qəflət idi. O yüzdən də əgər istəyiriksə xanımın qəlbi bizdən razı olsun və özümüzü Allaha göstərək ki, biz Həzrət xanım Fatimiyyə Zəhranın ardıcıllarıyıq, imamət bəhsinə çox diqqət yetirməliyik və imamət məsələsini təbliğ etməliyik və imamət məsələsinə vaxt ayırmalıyıq ki, öz imamımızla olan münasibətimizə vaxt ayıraq, diqqət yetirək ki, biz ona nisbətdə hansı vəzifələri yerinə yetirməliyik, hansı işlərimiz zəifdir, hansı nöqtələrə diqqət yetirmirik. Bu, əsas önəmli bəhslərdən biridir. Çünki xanım Fatimiyyə Zəhra son ana qədər imamət bəhsini insanlara çatdırmağa çalışdı ki, ay insanlar, ey Mədinə əhli, ey şiyələr, ey Peyğəmbərin ümməti, siz nə tez Peyğəmbərin vəsiyyətini unutdunuz, nə tez Qədirxumdakı beyyətinizi unutdunuz və Peyğəmbərlə olan əhdinizi unutdunuz. Biz də bu günlərdə Allah etməsin ki, belə olmasın ki, öz imamımızdan qəflətə düşək və eyni hərəkəti başqa bir formada, başqa bir zamanda təkrar etmiş olaq. Ona görə də mən ən çox dəvət edirəm izləyənləri ki, məhz öz imamları ilə münasibətlərinə bir nəzər yetirsinlər. İmam Zaman haqqında mütaliələrə, İmam Zamana nisbətdə hansı işləri görməliyik, bu mütaliələrə vaxt ayırsınlar ki, xanımın da çatdırdığı bu idi. Əgər o dövrdə o mesajları verirdisə, əgər bugün də olsaydı xanım Fatimiyyə Zəhra yenə həmin mesajı bizə verərdi, yenə də həmin yola bizi dəvət edərdi. O yüzdən də bu mərasimlərdə mütləq və mütləq ki, qeyd
qeyd etdik ki, mərasimlər, məclislər təşkil olunsun. Mütləq orada elmi cəhətdən də mütaliələr çatdırılsın insanlara, kitablar təqdim olunsun, insanlara İmam Zamandan çatdırılsın ki, öz zamanlarının imamlarını və ona nisbətdə olan vəzifələrini bilsinlər inşallah. Və xüsusilə də bu günlərdə bilirik ki, əzadarlığın əsas sahibi, əsas böyüyü bizim dövrümüzün imamı İmam Məhdi sahib Əz-Zamandır. Bunu da mütləq unutmayaq və özümüzü bu məclislər üçün sadəcə vasitə bilək. Əsas sahibi, məclis sahibini, əzadarlıq sahibini İmam Zaman kimi görək. Və tarixə baxdığımız zaman görürük ki, tarixdə bəzi hadisələr baş verirdi ki, Mədinə əhli sırf sanki xanım Fatimə Zəhra dünyasını dəyişib şəhadətə yetişdikdən sonra ayıldı, bəzi məsələlərə diqqət yetirdi. Hansı hadisə idi? Mən istəyirəm bugün eyni zamanda Mədinədə xanımın şəhadətindən sonra baş verən bəzi hadisələri danışım ki, biz ilk gündə məhz İmam Həsənlə İmam Hüseynin anasının şəhadət xəbərini eşidəndə etdikləri əməllərdən, rəftarlardan danışdıq. Həzrət Əli əleyhissalamı gedib çağırmaqlarından və Əsmanın qeyd etdiyim bəzi nöqtələri çatdırdıq sizin nəzərinizə. İndi isə istəyirəm Mədinə əhli barəsində qeyd edim. Baxmayaraq ki, xanım Fatimə Zəhra günlərlə İmam Həsənlə İmam Hüseynin əlini tutub Mədinə əhlinin qapısını döyürdü və onları haqqa dəvət edirdi, haqqı bərpa etməyə dəvət edirdi, çağırış edirdi və gecələri sübhə qədər bəzən imaməti müdafiə etmək üçün göz yaşı axıdırdı. Amma Mədinə əhli bunu anlamadı və Mədinə əhli İmam Əli əleyhissalama şikayət etdilər ki, ya Əli, biz yorulmuşuq Zəhranın gecələr gələn səsindən. Bizim südəmər uşaqlarımız onun səsini eşidəndə narahat olur və ana südü yemirlər. Artıq dayandır və denən ki, ağlamasın. Bu zaman Həzrət xanım Fatimə Zəhra neynir? Tarixdə baxırıq ki, bir neçə işi görür. Gedir Mədinədə məxsusən də Seyyid-ü-Şühəda adını ilk qazanan şəxs ki, Həmzə əleyhissalam idi. Həmzə ki, şəhadətə yetişmişdi Peyğəmbərin dövründə və Peyğəmbərin əmisi idi, onun ən yaxşı müdafiəçisi idi. Həzrət Zəhranın xüsusi məhəbbəti var idi Həmzəyə. Və o Həmzənin qəbrinin üstünə gedirdi, Peyğəmbərin qəbrinin üstünə gedirdi və başlayırdı Uhud döyüşündə şəhid olan şəhidlərin qəbrinin üstündə ah-nalə edib, Allaha yalvarmağa və münacat etməyə və öz sözünü Peyğəmbərə müraciət edərək çatdırırdı, Həmzəyə müraciət edərək çatdırırdı. Bəzən yəni namaz qılırdı qəbrin başında və daha sonra Həzrət Əli əleyhissalam onun daha rahat şəkildə ağlaya bilməsi üçün kiçik bir güşə düzəldir. Həmin güşəyə tarixdə Beytül Əhzan deyilir, yəni hüzünlər evi. Həmin o Beytül Əhzan deyilən məkanda, hətta bu barədə kitab da var. Beytül Əhzan deyilən məkanda xanım Fatimə Zəhra öz yəni hisslərini ifadə edir, öz ağlamağına davam edir və bu şəkildə də insanlara çatdırır vilayətin ayaq altında qaldığını, Peyğəmbərin vəsiyyətinin ayaq altında qaldığını. Amma xanım şəhadətə yetişdikdən sonra biz görürük ki, Mədinə əhli artıq hər tərəfə yayılır ki, Həzrət xanım Fatimə Zəhra şəhadətə yetişib və Şamla, yəni Məğriblə İşa namazı arasında dünyadan köçür Həzrət xanım Fatimə Zəhra. Bu zaman Mədinə əhlinə ki çatır ki, məsciddə ki İmam Əli əleyhissalamın vəziyyətini görürlər, uşaqlar gəlir, xəbər verir ki, anamız dünyadan köçüb. İmam Əli əleyhissalamın dünya başına yıxılır və çox çətinliklə evə gəlir, özünü yetişdirir və daha sonra qeyd olunur ki, Mədinə əhli xəbərdar olur ki, Həzrət xanım Fatimə Zəhra dünyadan köçüb. Bunlar neynirlər? Bunlar müsibət üz gətirən halda başlayırlar, necə ki insan müsibətli olanda ağlayır, ağlamağa, başlarına döyməyə. Daha sonra gəlirlər Peyğəmbərin qızının evinə toplaşırlar. İstəyirlər ki, gecə ilə onu aparıb dəfn-kəfn etsinlər, amma xanımın vəsiyyəti var idi. Vəsiyyəti gizli saxlasalar da o vəsiyyətə əməl etdilər və Həzrət İmam Əli əleyhissalam vəsiyyəti əsasən yəni onu o anda dəfn etmir və xanımın vəsiyyəti bu idi ki, onu gecə yarısında və həmin o şəxslər ki, onun səsinə səs vermirdilər, onun haqqını ayaq altında qoydular, onların iştirakı olmadan dəfn etsin. Bu yüzdən də səhabələr tərəfindən elan olunur ki, Mədinə əhlinə xanım bu gecə dəfn olunmayacaq və onlar artıq həmin evi tərk edirlər və xanımın yəni dəfni məhz hamı getdikdən sonra gecənin qaranlığında olur. Bu barədə də onun vəsiyyəti barəsində, hətta kəfənlənməsi barəsində
üzərində, kimlər ona qüsul verdi, necə oldu, nə şəkildə oldu, inşallah ki, gələcək günlərdə danışacaq. Amma Mədinə əhlinin gecikmiş göz yaşları heç bir fayda vermədi. İnşallah ki, biz gecikənlərdən olmayaq. Hələlik sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.